Bir qədər əvvəl sosial şəbəkələrdə yayılan görüntü böyük təşvişə səbəb olub. Belə ki, Bakıdan Bərdəyə yola düşən vətəndaşın avtomobilində ilan görünüb. Paralel olaraq, paytaxtda yağan leysanın ardınca Ramana qəsəbəsində peyda olan qurbağalar diqqət çəkib. Bakıda ilan və qurbağaların görünməsinin sirri nədir? Qlobal İnfoaza danışan Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru Dosent Təvəkkül İskəndərov deyib ki, İlanlar havalar isindikcə fəallaşırlar. Stat: Bu heyvanlar qışlama yerlərindən çıxdıqdan sonra yem əldə etmək, cütləşmək və çoxalmaq üçün ətrafdakı yaşayış yerlərinə səpələnirlər. Artıq insanlar ilanların məskən saldığı yerdə yaşamağa, işləməyə, istirahət etməyə başlayıblar. Belə halda təbii ki, onlara rast gələcəyik. 15 il bundan əvvəl ilanlar yaşayan yerdə 50 nəfər məskunlaşırdı. İndi bu rəqəm 500-ə çatıb. Bakının ətraf ərazilərində yerləşən və tikinti materialları istehsal edən açıq anbarlar var. Yük maşınları orada bir neçə gün qalır. İlanlar da avtomobilin müxtəlif hərəkət hissələrinə dolaşıb şəhərə gələ bilərlər. Qurbağalara gəldikdə, may ayı onların çoxalma vaxtıdır. Yağışdan sonra ətraf rütubət olduğu üçün körpə qurbağalar gölməçələrdən çıxıb ətraflara yayılırlar. Burada qeyri-adi bir şey yoxdur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.